Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Respublika çempionatı U9 liqasında Rofun və Bayer Baku komandalarının qarşılaşmasını izləyirsiniz. Qarşılaşmanın birinci hissəsi 1-0 Rofun komandasının xeyrinə bitib. Qısa bir qeyd etmək istəyirik ki, Bayer Baku komandasında oyuncu yetər say olmadığına görə onlar bugün texniki məğlubiyyət alırlar. Buna baxmayaraq məşqçilər öz aralarında razılığa gəldilər ki, uşaqlar oyun oynasınlar və belə də olur. Komandaların tərkibini sizə tanış etmək istəyirik. Bayer Baku komandasında 10 nömrə Raul, 8 Fatih, 11 Yusif, 4 nömrəli daha bir oyuncu Raul, qapını isə 1 nömrəli oyuncu Ayxan qoruyur. Rofun komandasında isə ikinci hissənin start heyətində 17 Uğur, 6 Məhəmməd, 66 Fatih, 8 Nihat, qapını isə Tuncay qoruyur. Nihat burada top itirir. Məhəmməd uğurlu oynuyor. Nihat top Nihat'a çatmır. Uğur Uğur'dan qapıya doğru zərbə vurmaq istədi. 8 nömrə oyuncu Fatih onun qarşısına alır. Məhəmməd, Uğur. Uğur'un burada ayağı buduruyor. Top Uğur'dan çıxır. Bayer Baku komandasında Ayxan qapını qoruyur. Birinci hissədə 1-0 Rofun komandasının gol şanslarını, gol ümidlərini heçə indirib. Qapısını çox yaxşı qoruyub. Uğur top özünə saxlamağı bacarır. Məhəmməd dərhal kimə gəlir. Uğur. Out Bayer Baku'nun. Bayer Baku komandası irəliyə doğru atır topu. Hakim oyunu saxlayır. Raul'un Nihat'a qarşı şovu oynadığını bildirmişdi. Tamerlan irəliyir. Tamerlan'la Abbas ötürmə. Abbas! Ağabala zərbəsi. Top qapının yanından keçir. Çox əla gəldi Rofun komandası. Ortadadır, düzgündür. Biraz qabaqda. Tamerlan top ələ keçirməyi bacarır. Tamerlan topda Tamerlan'dan çıxır. Bu Tamerlan yaxşı oynadı. Son anda topun ayağına dəyərək çıxır. Ağabala. Out Rofun. Məhəmməd. Ağabala ilə oynamaq istəyir. Ötürmə çatmır. Yenidən top Məhəmməddədir. Məhəmməd. Tamerlan. Bu arada hazırda qapını Rəsul qoruyur. Komandanın qalkiperi. Hakim isə 10 nömrəli oyuncu Bayer Baku'nun 10 nömrəli oyuncusu Raul'a xəbərdarlıq edir.
ona ehtiyatlı oynamağa çağırır. Tamerlan Abbas ötürmə. Abbas Ağabalaya ötürmə versə də Ağabala çatmır. Tamerlan qapıya zərbə. Tamerlan top elə keçirir. Tamerlan və gol! Vorofun 2, Bayır Baku 0. Qeyd ki, birinci hissədə topu Tamerlan vurmuşdu. Qaydan topu Tamerlan qap çərçivəsindən içəri keçirir. Ağabala irəliyir. Özü gedir irəli. Burada Ağabalanın ayağı müdürüyor. Məhəmməd müdafiədə çox yaxşı oynayır. Outrof mu? Tamerlan. Out Bayır bakın. Tamerlan. Ağabala burada köməyə çatır. Abbas. Məhəmməd burada Abbasın səhvini sığortalayır. Ağabala Tamerlan götürmə. Yusif isə komandasını sığortalayır və qaydan top! Ağabala! Yox. Hakim kolu geri almır. Yenidən alt yerini itirilməsini tələb edir. Belə də olur. Burada isə rəqibin 10 nömrəli oyuncusu Raula qarşı Ağabala çovul oynayır. Provun komandasında oyuncu dəyişikliyi. Rəsul burada yaxşı oynayır. Beləliklə Rofum və Bayır Bakı komandaları arasında keçən oyunun ikinci hissəsini izləyirsiniz. 9 dəqiqə geridə qalıb Tuncay. Birinci hissədə qapını qoruyan Tuncay özü ikinci hissədə oyuna daxil olaraq gol vurmaq istəyir. Riyaddan top çıxır. Burada isə Realın hakim qərar verir ki, top Riyadın əlinə deyir. On bir nömrəli oyuncusu Yusif qapıya zərbə. Rəsul! Bravo Rəsul! Rəsul ikinci hissədə 2 əla seyf edib. Fatih. Bravo Riyad! Bravo! Bravo Riyad! Son anda topu çərçivəyə girən topu Riyad çıxardır. İkinciden zərbə Bayır Bakı komandası. Rəsul təkrar ikinciden zərbə yenitiləcək.
Bayer Bakü komandasında ise 10 nömrə oyuncusu Raul hesab arasında fərqi azaldaraq 2-1-dir hesabı. Raul əla bir gol vurdu burada. Arda. İkinciden zərbə Bayer Bakü komandası yerinə yetirir. Yenidən Bayer Bakü komandası isə out yerinə yetirəcək. Qapıya doğru zərbə vurmasına isə Fatih imkan vermir. 11 nömrəli oyuncunun. Out Bayer Bakü komandasının qapıya doğru ötürmə. Arda topu qarşılayır. Out yenidən həyata keçəcək. Fatih yenidən qapıya doğru ötürmə. Burada isə Yusif topa başla zərbə endirə bilmir. Fatih burada Rəsulun köməyinə çatsa da top onu dəyərək oyunu tərk edir. Out yerinə yetirir Bayer komandası. Fatih'ten. Fatih imkan vermir. Fatih. Züreyli burada Fatih. Rəqibin 11 nömrə oyuncusu Yusif saxlayır və hakim zərmə zərbəsi təyin edir. Fatih özü də yerinci yerinə yetirəcək zərmə zərbəsini. Fatih qapıya doğru zərbə. Riyad Tuncay. Çok yaxşı oynadı Ayxan. Bravo Ayxan. Bayer Bakü komandasının bugün en yaxşı oyuncusu Ayxandır. Fatih top ələ keçirir. Fatih. Hakim oyunu dayandırır. Arda'nın burada Çobu'da oynadığını bildirir. Kaldır kaytar kalın dedim.
Fatih. Burada hakimin kararına itirazlar var idi. Oyun ise devam edir kaldığı yerden. Riyad 50 oyun. Hakim oyunu saxlandı. Hakim oyunu saxladı. Hakim oyunu saxladı. Ağabala boşluqdan istifadə edək. Tamerlan Outrof'un top rəqibin Bayırbakrın ayağına dəyib düşmüşdü oyunçunun, amma hakim əks qərar verdi. Tamerlan out Bayırbakrın. Ağabala burada top bitirir. Ağabala dərhal öz səhifini sığorta edərək topu oyundan çıxardır. 8 nömrəli oyuncu Fatih yenidən burada out yerinə itirəcək. Ötürmə qapıya doğru. Bu gol sayılmır çünki birbaşa zərbə idi. Tamerlan top çıxdı. Bəli, Tamerlandan da top çıxır. Beləliklə Rofun Bayırbakı komandalar arasında maraqlı bir oyun izləyirik. İkinci hissə birinci hissədən daha maraqlıdır belə desək. Bayırbak komandası oyuncuları yetər sayı olmadığına görə texniki məğlubiyyət alıblar bu oyunda. Buna baxmayaraq hər ikisi məşqçinin razılığına əsasən uşaqlar öz aralarında 5-5'e oynuyorlar. 5+1. Çünkü Bayırbak komandasında bir oyuncu gelmişti. Aslında ise 6+1'di. Bu 9 ligasının formatı. Hesap ise 2-1 Rofun komandasının xeyrinədir. Rofun komandasında birazdan yeniden oyuncu değişikliği olacak. Cərmə zərbəsi qapıya doğru zərbə. Qapı direği. Burada ise Tamerlan elle oynuyor. Penal. Bayırbak komandasında Resul top saklayabilmir. 8 nömrə oyuncu Fatih ise hesabı 2-2'dir. Burada ise Rofun komandasının məşqçisi Mirsali Müəllim sarı vərəqə alır hakimə etirazlarına görə. Oyunun ise 20. dəqiqəsi gedir. Yəni ki
bir neçə saniyə oyun dayanmışdı. Bir neçə dəqiqə daha doğrusu oyun dayanmışdı. Hakim bir neçə dəqiqə oyunu ələ verəcək. Yox, eləmir. Oyunu saxlayır. Beləliklə Rovun və Bayerbak komandaları arasında qarşılaşma Rovun komandasının qələbəsi ilə yekunlaşır. Çünki Bayer komandası Tinki məğlubiyyət alır bu oyunda. Ümumi isə məşqlər arasında razılığa əsasən 5+1 formatında uşaqlar öz aralarında oynadılar. Bu oyunda isə hesab 2-2 olur. Sağ olun, növbəti oyunlarda görüşmək ümidi ilə.